Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif OTK suallarının izahına baxırıq. 21-ci sualda Amina hər il qoyulan məbləğin 15% qədər gəlir verən banka 600 manat pul qoydu. Onun pulu 2 ildən sonra neçə manat artacaq? Hər il qoyulan məbləğin faizini soruşursa, yəni neçə manat artacağını soruşursa, biz onu sadə faiz artım düsturu ilə istifadə edəcəyik. Yəni sadə faiz artım düsturu belədir. P vurulsun M bölünsün 100. Amma bizə desə ki, hər il əvvəlki ilə nisbətən olan faizi verib və sonra neçə manat artacağını yaxud azalacağını soruşursa, onda biz mürəkkəb faiz artım düsturundan istifadə edirik. Burada isə hər il qoyulan məbləğ, ümumi qoyulan məbləğ nə qədərdirsə sadə faizdən istifadə edirik və düsturumuzda ədədləri yerinə qoyub hesablayırıq. 600 manat pul qoyulub və 15% artımla 2 ildə bizim 600 manat qoyduğumuz pul 2 ildə nə qədər artacaq? Baxırıq. Olacaq deməli %130. %130. Bu da olacaq, ixtisar gedəcək 780 manat olacaq. Deməli 15% artımla 600 manat pul qoyulubsa 2 il ərzində 780 manat pul artacaq. Baba və 2 nəvəsinin birlikdə 64 yaşı var. Baba və nəvələrinin yaşları 13 bölünsün 2 bölünsün 1 nisbətində olarsa babanın neçə yaşı var? Biz bu nisbət şəklində veriləndə bilirik ki, 13x üstəgəl 2x üstəgəl x şəklində yazırıq və 64-ə bərabər edirik. Sonra bunları hesablayaq. 16x bərabərdir 64, x bərabərdir 4 olacaq. Burada babanın yaşını soruşduğuna görə 13x 13 vurulsun, x-in qiymətini tapmışıq. 13 vurulsun 4 bərabərdir 52. Deməli, babanın 52 yaşı var. 23-cü tapşırıqda Əbob abi bərabərdir 9-a. Əkob abi isə 180-ə bərabərdir. Biz Əbobun və Əkobun hasili düsturuna istifadə edirik. Vurulsun Əkob AB bərabərdir A vurulsun B hasilinə bərabərdir. Deməli, biz nə edirik? 9 vurulsun 180 bərabərdir 1620. Düsturu yerinə tətbiq elədik. Əbobu Əkoba vurduq və qiymətini tapdıq. Sonra 24-cü tapşırıqda son rəqəmi 4 olan natural ədədin kvadratının son rəqəmi aşağıdakılardan hansıdır? Ümumiyyətlə, son rəqəmi 4 olan hər hansısa bir ədəd götürək. Tutaq ki, 4-ün özünü də götürə bilərik. 4-ü 4-ə vuranda kvadratı eləyəcək 16. 14-ü götürək. 14-ün kvadratı nədir? 196. 6 ilə qutarır. Sonra 24-ün kvadratı 24-ü vuraq 24-ə eləyəcək 576. 6 ilə qutarır. Və belə hesabladıqca hər dəfə görürük ki, son rəqəmi 4 olan hər hansısa bir natural ədədin kvadratı da elə 6 ilə bitir. Hamısında. Deməli, cavab Y variantı. 25-ci tapşırığa baxaq. Düzbucaqlı paralelipipedin tam səthinin sahəsi oturacağının sahəsindən 4 dəfə çoxdur. Deməli, paralelipipedin yan tili 1, tam səthinin sahəsi isə 16 kvadrat santimetr olarsa onun həcmini soruşur. Bir dənə düzbucaqlı paralelipiped çəkək. Deməli, biraz necə alınır burada? Düzbucaqlı paralelipiped deməli bura olsun A, B və C. C hündürlükdür. Başqa formada da çəkmək olar. Eybi yox, şəkil o qədər də vacib deyil. Burada əsas həllidir. S bərabərdir. S tam səthin sahəsi 2 AB üstəgəl BC üstəgəl AC düsturuna istifadə edirik. Bu tam səthin sahəsidir. Və bizə deyir ki, tam səthin sahəsi 16-ya bərabərdir. Burada da hər tərəfi biz 2-yə bölsək, AB üstəgəl və C-ni də verib bizə 1. C-ni yerə də 1 qoyuram. B vurulsun 1, üstəgəl A vurulsun 1 bərabərdir. Deməli, hər tərəfi 2-yə böldük, elədi 8. AB üstəgəl B üstəgəl A bərabərdir 8-ə. Bu qalsın belə. İndi bizə deyir ki, düzbucaqlı paralelipipedin tam səthinin sahəsi oturacağının sahəsindən 4 dəfə çoxdur. Tam səthin sahəsi nə qədər? Hansı idi? Deməli, 2AB üstəgəl BC üstəgəl AC düsturu ilə tapılırdı. Və
Deməli, burada biz yazırıq, yerinə qoyub da tapa bilərik. Bu formada yazım, sonra yerinə qoyub tapmaqla da yazmaq olar. Deməli, bərabərdir yazıram 4AB-yə. Yenə hər tərəfi 2-yə bölək və C-lərin yerinə qiymətlərini qoyaq. Olacaq AB üstəgəl B üstəgəl C, C yox A bərabərdir 2AB-yə. Bu ifadənin qiyməti, deməli, bu ifadənin qiyməti var, cavabı var 8. Bunun yerinə 8 qoysam, 8 bərabərdir 2AB-yə, AB də bərabərdir 4-ə. Bizdən həcmi soruşur, V bərabərdir. Həcmi tapanda A, B, C düsturundan istifadə edirik. Deməli, yerinə qoysaq, V bərabərdir. AB 4, C'miz isə 1-dir. Cavab olacaq 4. Həcmi olacaq 4. İndi baxaq 26-cı suala. Uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün alfa çıxılsın beta 20-yə bərabərdir. 20-yə bərabərdir. Beta bucağını tapın. Baxın uşaqlar, biz bilirik ki, bir var eyni adlı bucaqlar. Məsələn, belə çəkirik, eyni adlı bucaqlar. Bu bucaqlar bir-birinə bərabərdir. Niyə? Eyni adlı beta olsa da biz bilirik ki, alfa bərabərdir betaya. Uyğun tərəfləri paralel olan, yəni D1, D2, A1, A2. Uyğun tərəfləri paralel olan bucaqlar eyni adlıdırsa, bu bucaqlar bir-birinə bərabərdir. Biz buradan isə başqa birisini çəkim. Deməli, bu iti bucaq, bu isə kör bucaqdır. Yenə uyğun tərəfləri biraz belə çəksək, uyğun tərəfləri bir-birinə paralel olar. Silim bu hissəni. Biraz belə çəksək, paralel kimi göstərmək olar. Deməli, uşaqlar, burada bu iti bucaqdır, bu isə kör bucaqdır. Burada alfa ilə betanın cəmi 180-ə bərabər olmalıdır. İndi biz baxaq məsələyə. Baxaq görək ki, burada eyni adlı bucaqlar verilib, yoxsa müxtəlif adlı bucaqlar. Bunu nədən bilmək olar? Deməli, deyir ki, alfa çıxılsın beta 20-yə bərabərdir. Əgər alfa betaya bərabər olarsa, bir-birindən çıxanda əlbəttə 0-a bərabər olacaq. Deməli, bu müxtəlif adlı bucaqlardır və cəmi 180-ə bərabərdir. Alfa plus betanın cəmi 180-ə bərabərdir və şərtdə verib bizə alfa çıxılsın beta 20 dərəcədir. Sistem tənliyi ilə həll edək. Tərəf-tərəfə toplasaq 2 alfa bərabərdir 200 dərəcə. Alfa bərabərdir 100 dərəcə. Alfa 100 dərəcədirsə, beta bərabərdir. 180-dən 100-ü çıxanda eləyəcək 80 dərəcə. Betamız olacaq 80 dərəcə. Sonra 46, deməli 27-ci tapşırığa baxaq. 46 tam onda 8 dərəcə, deyəsən dərəcə göstərib, tam seçmək olmur. Mən dərəcə ilə görürəm. Dərəcə və dəqiqə ilə ifadə edin. 46 tam onda 8 dərəcə. Bu 46 dərəcədir. Üstə gələk 0,8 dərəcədir. Bərabərdir. 46 dərəcə üstə gələk 0,8 dərəcəni dəqiqəyə çevirmək üçün 1 dərəcəmiz bilirik ki 60 dəqiqəyə bərabərdir. Deməli 10,8 vurulsun 60 olacaq 46 dərəcə plus 48 dəqiqə bərabərdir 46 dərəcə 48 dəqiqə. Cavab C variantı. Deməli, 28-də alfa betaya paraleldir. Alfa betaya paraleldirsə, bax bu şəkildə alfa betaya paraleldir və burada biz bilirik ki, daxili çarpaz bucaqlar bunlardır. Daxili bir tərəfli bucaqlar bununla budur. Deməli, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Daxili bir tərəfli bucaqlar da bir-birinə bərabərdir. Bunlar isə 3x üstəgəl 20 ilə 2x üstəgəl 80 isə daxili 80 isə xarici bir tərəfli bucaqlardır. Baxın, uşaqlar, sizə bir dənə izah edeyim. Deməli, 2 paralel düz xətt götürək. Götürdük. Məsələn, baxın, bura 30 dərəcə verirəm. Açıq bucaq olduğuna görə bura olacaq 150 dərəcə. 150 dərəcə. Sonra bura olacaq 30 dərəcə. Bir dəqiqə. Qələmi düzəldim. Deməli, uşaqlar, mən bunu çəkdim burada.
Bunlar iki paralel düz xətt üçüncü ilə kəsişir. Özümdən hər hansısa bir dərəcəni verdim. 30, 150 və məsələn baxın, bu 30 ilə bu 30 daxili birtərəfli bucaqlardır. Daxili birtərəfli bucaqlardır. Deməli, bundan 30 ilə 30, yəni olacaq daxili çarpaz. Bunlar xarici birtərəfli bucaqlardır. Yəni buradan baxın, belə bir nəticəyə gəlirik ki, bu iki bucaq xarici birtərəfli bucaqlardır və cəmi 180-ə bərabərdir. O zaman həll edirik. 3x üstəgəl 20 dərəcə plus 2x plus 80 dərəcə bərabərdir 180 dərəcəyə. Olacaq 5x plus 100 dərəcə bərabərdir 180 dərəcə. 5x bərabərdir 80 dərəcə, x də bərabərdir 16 dərəcə. Bizdən elə x-in qiymətini soruşur, olacaq C variantı. 29-cu tapşırıqda 2 zəri birgə atdıqda düşən xalların cəminin 9 olması ehtimalını tapın. Uşaqlar, deməli bir zəri atanda 6 mümkün hal var. 2 zəri atanda 36 mümkün hal var. 3 zəri atanda isə 216 mümkün hal var. Deməli 2 zəri atıblarsa 2 zəri atanda 36 mümkün hal var. Düşən xallar cəminin 9 olması ehtimalını tapın. 9 nə zaman ola bilər? Məsələn, 3 6 ola bilər. 6 3 ola bilər. Sonra 5 4 ola bilər. 4 ilə də 5 ola bilər. Başqa yoxdur deyəsən. Deməli 3 4 5 6. 4 dənə mümkün hal var. Bərabərdir 36-da 4, o da eləyəcək 9-da 1. A variantı. Sonra 30-da M-in hansı qiymətində bu çoxhədlinin standart şəkildə yazılışında sərbəst hədd -6-ya bərabərdir. Gəlin bu ifadəni vuraq açaq. Birinci köçürüm. X çıxılsın 2 bərabərdir. X-in kvadratı çıxılsın 2x plus m-x minus 2m olacaq. Deməli, sərbəst hədd nədir? Sərbəst hədd yanında x dəyişəni olmayan həddir. Yəni bu. Deməli, yanında x dəyişəni yoxdursa, o sərbəst həddir. 2m, -2m bərabərdir -6-ya, m də bərabərdir 3-ə. Cavab C variantı. Daha sonra 31-də hansı ədədin 10%-i 70-in 70%-nə bərabərdir? İlk öncə biz 70-in 70%-ni tapaq. 70-i vuraq 70-ə, bölək 100-ə, eləyəcək 49. Deyir, indi hansı ədədin 10%-i 49-a bərabərdir? Biz burada nə edirik? Deməli, buradan tənasüb qurub tam aydın şəkildə izah etmək olar, yəni başa düşmək olar. Deməli, 10 deyir, hansı ədədin 10%-i 49-a bərabərdir. Biz yazırıq 10%-ə 49, yəni hər hansısa bir ədədin 10%-i 49-dur. Baxaq görək 100% o hansı ədəddir? X. X də bərabərdir 10 məxrəcdə 100 vurulsun 49 olacaq 490. A variantı. 32-ci tapşırıq. AMB. Bura 3x çıxılsın 6-dır. 3x çıxılsın 6. YFD. Və uşaqlar, AMB deyəndə bilirik ki, bu ortadakı hərfi götürürük də. Yəni, ortada hansı hərfdirsə, bucaq onun təpəsində yazılacaq. Yəni, həmin hissədə yazılacaq. 5x plus 26. İndi veribsə, deməli, x-in qiymətini soruşur. Biz bilirik ki, bu hər hansısa bir dördbucaqlıdır. Dördbucaqlının iki bucağı 90 dərəcədir. Bu bucaqla bu bucaq. Və yerdə qalır. Dördbucaqlının bucaqlarının cəmi 360 dərəcədir. 2 90-ı verib, 180-i var. Deməli, digər bucaqların cəmi də bizə 180-i verməlidir. Olacaq 26 bərabərdir 180 dərəcə. 8x üstə gələk 20 bərabərdir 180 dərəcə. 8x bərabərdir 160 dərəcə. X də bərabərdir 20 dərəcə. Cavab C var, Y variantı. 33-də sütunlu diaqramda 4 şagirdin Əli, Lalə, Aqil, Mərdin kütlələri göstərilib. Şagirdlərin orta kütləsini tapmaq üçün biz bunların kütlələrini toplayırıq və sayına bölərik. Əli 35 kiloqramdır, Lalə 37 kiloqramdır, Aqil 34 kiloqram, Mərd isə 36 kiloqramdır və 4 nəfər olduğuna görə sayına bölürük.
Deməli 34 plus 36 70, o da 72. 142. 4-də 142. 142-ni də 4-ə böləndə olacaq 35,5. 35,5 kiloqram. 34-cü tapşırığa baxaq. Deməli, bu tənlik verilib, tənliyi həll etmək lazımdır. Mənfi 4x çıxılsın 1 bərabərdir mənfi 2x plus 6. 4-ü mötərizəyə vuraq, açaq. Mənfini mənfiyə vuranda müsbət eləyəcək. Mənfi 2x, deməli burada plusdur, çıxılsın 12. 2x mənfi 4x plus 2x bərabərdir mənfi 12 çıxılsın 4. Mənfi 2x bərabərdir mənfi 16, x də bərabərdir 8-ə. Cavab C variantı. 128 ədədin natural bölənlərinin sayını tapın. Biz ədədin natural bölənlərin sayını tapmaq üçün ilk öncə onu sadə vurğularına ayırmalıyıq. Bunu başqa qısa şəkildə də yazmaq olar. Tam izahı ilə yazıram ki, başa düşəsiniz. 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. Deməli, 128 2 üstü 7 deməkdir. Natural bölənlərin sayını tapın deyəndə qüvvətin üzərinə 1 gəlirik. Burada bir dənə qüvvət olduğuna görə özünü yazırıq, 8 olacaq. 36. Deməli, A plus B bərabərdir 257 verib. Deməli, A plus B plus C böyükdür 581. A plus B-nin qiyməti var. 257 plus C böyükdür 581. C də böyükdür 581-dən 257-ni çıxaq. Deməli, 4, 2, 3, 324. C böyükdür 324. Bərabərsini ödəyən C-nin ən kiçik tam qiymətini tapın. Deməli, C-nin yerində ən kiçik tam qiymət B olacaq. 325. Belə. Uşaqlar, birdən soruşarsınız ki, niyə 325? Yəni, baxın, C böyükdür 324 deyil. Mən C-nin yerinə 325 yaza bilərəm. Böyükdür 324-dən. Sonra 326 yaza bilərəm. 329 yaza bilərəm. Müsbət sonsuzluğa kimi bütün ədədləri yaza bilərəm. Bu böyük ədədlər içərisində ən kiçik 325 olduğuna görə ən kiçik qiymət elə bunu götürürük. 37. 3 ən kiçik müxtəlif sadə natural ədədin hasilini tapın. 3 ən kiçik müxtəlif sadə ədəd. Ən kiçik sadə ədədimiz 2-dir. Sonra 3, daha sonra 5. Bunların hasilini tapırıq, 30 eləyəcək. 38. E-nin neçə natural qiymətində 5A üstü, səhv eləmirəmsə o 9-dur, bölünsün N, B üstü 5. İfadəsi bir hədli olar. Biz bilirik ki, bir hədli əmsal natural üstü qüvvətdən ibarət olmalıdır. Deməli, və məxrəcdə kəsir olmamalıdır. Ümumiyyətlə, qüvvətdə də mənfi ədəd olmamalıdır. Deməli, biz A-nın bir qüvvətinə baxırıq. Bunun natural üstü qüvvət olması üçün 9-un natural bölənlərinə baxmalıyıq. Yəni, 9-un bölənləri hansılardır? 1, 3, bir də 9. İfadəsi E-nin neçə natural qiymətində bu bir hədli? Deməli, olacaq 3 dənə natural qiymətində. B variantı. Düz xətt üzərində olmayan nöqtədən bu düz xətt ilə 70 dərəcəli bucaq əmələ gətirən neçə mail çəkmək olar? Bir dənə düz xətt çəkirəm. Bu düz xətt üzərində olmayan hər hansısa bir nöqtə qeyd edirəm. A nöqtəsi. A nöqtəsindən bu düz xətt ilə 70 dərəcəli bucaq əmələ gətirən bir dənə mail çəkirəm. 70 dərəcəli mail olsun. Yəni, bura olsun 70 dərəcə. Və bundan bir dənə də bura çəkə bilərəm. Olacaq 70 dərəcə. Yəni, bir nöqtədən bu düz xəttə yalnız 2 dənə 70 dərəcəli mail çəkmək olar. Cavab Y variantı. 40-da hər hansısa bir çoxhədli verilib, çoxhədlinin dərəcəsini soruşur. Biz bilirik ki, çoxhədlinin dərəcəsi hansında qüvvət daha çoxdursa, o ümumi çoxhədlinin dərəcəsi olacaq. Baxın, uşaqlar, deməli, x kvadratı bir də y üstü 1-dir. Bunu yazım, yenidən yazım, x kvadratı y üstündə işləmək olmadı. 5a, b üstü 4, çıxılsın x kubu, y-in kubu olacaq. Deməli, bunun üstü 1-dir. Bax, bu bizə verir 3-ü. Bunun üstü 1-dir, bu olacaq 5, bu olacaq 3 üstə gəl 3, 6.
Ümumi çoxhədlinin dərəcəsi hansında qüvvət çoxdursa, ümumi çoxhədlinin dərəcəsi də olacaq. Deməli, dərəcə olacaq 6. Belə, bu qədər uşaqlar. Sizə uğurlar arzulayıram.